Salam dostlar, kanalıma xoş gəlmisiniz. Bugünkü videoda sizə 2023-cü il Tesla Model X videosu çəkəcəm. Dostumun maşını çox qəşəng maşındır. Birincisi Tesla segmentinin, yəni Tesla modellərinin içində ən bahalı maşındır. Hətta Cybertruck'dan da bahalıdır. 185 mindən başlayırdı çevirəmləmsə. Üzü yuxarı gedir. Bunda long range, yəni daha uzun məsafəni gedən maşındır. Və həmçinin içindəki bəzi funksiyaları var ki, əlavə olaraq əlavə olunub. Buna görə maşının qiyməti daha bahadır. Maşının xarici görünüşündə demək olar ki, Tesla'nın digər modelləri ilə eyni görünüşdür. Amma əsas funksiyaları bunun özəlliklərindədir. Maşının ön tərəfində balaca bir Tesla yazısı. Sonra burada bu arada Tesla'da motor olmadığına görə burada bagaj var. Yəni maşında 2 dənə bagaj var. Həm arxada, həm də ön tərəfdə və 2 mərtəbəli bagajdır. Burada əşyalarım var, sonra göstərərəm. Deməli, maşının yan tərəfində həm əsas LED işıqdır, yəni ön işıqlar burada. Duman işıqları var və burada spoileri var qəşəng. Maşının diski xüsusi əlavə ödəniş olaraq aldığı üçün 22-li diskdir, amma maşın normalda bu maşının diskləri 20 ilə gəlir və yan tərəfdə Tesla'ların hamısında olduğu kamera var. Bir kamera oradadır, bir kamera da buradadır. Maşının qapıları avtomatik açılır, ona da sonra gələcəyik. Maşının arxa tərəfinə keçəndə yenə də burada spoiler var. Bu yəni açılıb düşmür. Bəzi modellərdə deyəsən düşür. Mən ya da bunu custom, yəni əlavə olaraq düzəldirlər, amma bu modeldə düşmür. Arxada da yenə Tesla yazısı, logosu və spoileri var. Bu arada maşında həm kameralar var, həm sensorlar var. Yəni Tesla sevərlər bilir ki, maşın həm kameralarla, həm də sensorlarla idarə olunur. Bu modeldə həmçinin həm kamera və sensorlar var. Maşının qapıları arxa, yan, qabaq qapılar hamısı avtomatik açılır, bağlanır. Onu da indi telefonla göstərmək istəyirəm içəri girmədən öncə. Birinci Tesla proqramı var. Tesla proqramından bir çox şey idarə edə bilirsiniz. Buna həm kondisioner daxildir, işıqlar daxildir, maşının qapılarının açıb bağlanması və digər yəni maşının harda olduğunu görə bilirsiniz. Bir də ki, Tesla'da əgər servis lazımdırsa, onda yəni görüş ala bilirsiniz, rezerv edə bilirsiniz. Funksiya telefonda yəni bu qədər məlumatlar var. Bir də maşının nə qədər zaryadkası qalıb, bu zaryadka ilə nə qədər gedə bilərsiniz, bunlar var. Gəldik kontrola, bagajını göstərmək istəyirəm. Bagaj açıldı. Bagajı açmışkən elə göstərim. Biraz kənara qoyaq, yaddan çıxır. Bagajda həm geniş bagaj var. Bu arada bu modellərin 3 sidenyalı, yəni 3 cərgəli 7 oturacaqlı modelləri də var. Bu 5 oturacaqlıdır deyə arxa tərəf bagajı genişdir. Ona görə də bagaj açılır. Həm buradan açılır, həm də buradan açılır. Bu böyüyür. Bunları çıxardıb qoyduqda kənara. Yəni bu bagaj olduqca geniş həcmdə olur. Həmçinin əgər açmaq istəməsəniz, burada 2 mərtəbəli bagaj var. Yəni belə həm aşağı nələrsə qoya bilərsiniz. Bura bir dənə çamadan gedir. Təyyarənin içinə, yəni check-in çamadanı gedir. Burada hər hansı bir çamadan ya da başqa bir şey qoya bilərsiniz səyahət zamanında. Bunu da bağlaya bilirsiniz burada istəyəndə. Yan tərəfdə də balaca bir cib və həmçinin burada strap bağlaya bilirsiniz. Hər hansı bir yük qoysaz bunları bağlaya bilirsiniz. Buradan və ön tərəfdə aşmasın ya da yıxılmasın deyə bağlaya bilirsiniz. Burada da bağlama düyməsi var. Qapını bağlaya bilirsiniz. Ya da ki, telefonla bağlamaq olur. Açıb bağlamaq olur. Sonra qabaq qapılarını açıb bağlamaq olur. Yəni istədiyin kimi açırsan, bağlayırsan. Ya da arxa yan qapıları. Arxa yan qapıları Falcon qapılarıdır. Falcon hansısa quş növüdür. Şahin kimi belə bir quşdur. Arxa qapıları yana açılır. Maşının ən gözəl özəlliyindən biridir. Yəni bu qapı tam olaraq açılır. İçinə nə istəsiniz qoya bilirsiniz. Sidenyaları qatlayıb ya da ki, özünüz oturub harasa gedə bilirsiniz. Və çox qəşəng özəllikləri var bu. Qapının funksiyaları olduqca qəşəngdir. Çünki yanında maşın varsa biraz dar çərçivədə açılır. Əgər yanında maşın yoxdursa tam olaraq açılır. Gəldiniz arxa sidenya olduqca genişdir. Mən hətta ön sidenyanı, ön oturacağı olduqca arxaya eləmişəm. Amma olduqca genişdir. Orta biraz, yəni uşaq falan oturmaq üçündür, belə deyək. Amma yenə də oturub harasa gedə bilərsiniz. Burada monitor var. Burada monitordan həm musiqini dəyişə bilirsiniz, həm
Kondisioneri kontrol edə bilirsiniz. Video istəyirsinizsə video qoya bilərsiniz. YouTube açırsınız məsəl üçün. YouTube qoya bilərsiniz. Məsələn, görək mənim adım çıxır, təzə kanalımız. Onu da açmışkən qoyaq. Baxa, hops. Kanal deyil. Çıxır. Səsimizi dəyişə bilirik. Səsini də artıra bilirik. Video izləyə-izləyə. Oo, Gustavo. Videonu saxlaya bilmirdim. Video izləyə ya da ki film izləyə-izləyə gedə bilirsiniz maşında. Normalda Tesla'nın digər modellərində, YX modellərində burada tam olaraq şüşə olur. Yəni yuxarısı tam şüşə olur, amma bunda Falcon qapıları olduğuna görə sadəcə orta hissədə bağlı hissəsi var, amma yanlarda şüşə var. Burada və buradan görürsünüz yəqin ki. Və burada səs sistemi var. Səhv eləmirəmsə, arxada da olmalıdır səs sistemi. Yəni arxa tərəfi bundan ibarətdir. Bir də burada düymələr var. Maşının qapılarını açıb bağlaya bilirsiniz. Oturacağı da arxaya və önə eləmək üçün yer var. Yəni çox rahat şəkildə uzanıb bu şəkildə gedə bilirsən. Bağlayan qapını şov eləmək. Yan qapı yenə də dediyim kimi özü açılır və həmçinin içinə oturub pedal basdıqda, yəni bunu basdıqda qapı avtomatik olaraq bağlanır. Sükandan başlaya bilərik. Çünki sükanda burada dönmə işıqları olan düymələr var. Dönmə işıqlarını basdıqda burada kameralarda göstərir. Qoy sağ tərəfi göstərim ki, daha rahat görərsiniz. Sağ tərəfi çox qəşəng şəkildə kamera full HD göstərir. Burada söndürürük. Burada səs artırıb azaldmaq ya da səsi tamamilə kəsmək düyməsi var. İstədiyiniz kimi istifadə edə bilirsiniz ya da ki miqat eləmək üçün düymə var. Burada da bu tərəfdə də kameranı aça bilirsiniz. Kamerada həm yanı, həm arxanı buradakı düyməni basaraq görə bilirsiniz. Burada radarı qoşa bilirsiniz. Yəni avtopilotu qoşa bilirsiniz. Burada da şüşələri təmizləmək üçün burada da mikrofon düyməsi var. Həm Siri'ni istifadə edə bilərsiniz. Ya da ki Grok'u, yəni Tesla'nın, daha doğrusu Elon Musk'ın AI xidmətini Grok'u istifadə edə bilirsiniz. Gəldik monitora. Monitor Tesla'nın ən önəmli şeyləri buradan idarə olunur. Yəni düymələr yoxdur. Düymələr daha doğrusu var burada. 4 dənə düymə var. Scores düymələri də belə deyək. Sadəcə bunlar var. Başqa heç nə yoxdur. Amma əsas menyu buradan idarə olunur. Yəni hər hansı bir şey, maşını məsələn suspensionunu yuxarı qaldırıb aşağı salmaq istəyirsinizsə, yəni bütün funksiyaları buradan idarə olunur. Ya da ki proqramları açırsınız. Buradan nəyisə idarə eləmək istəyirsinizsə, buradan idarə edirsiniz. Kondisioner olsun, hər şey olsun. Yəni burada tamamən hər şey monitordan idarə olunur. Tamamən fully automated belə deyək. Maşının qapısını yenə də bağlayırıq ki, yandan gəlib gedən olmasın. Bu maşının yəni kontrol eləmək düymələri buradadır. 4 dənə qapının 4-ünü də buradan açıb bağlaya bilirik. Məsələn, sərnişin qapısını açıb bağlamaq üçün burada düyməni basırıq. Orada kimisə olmağına ehtiyac yoxdur. Açdıq, geri basırıq, bağlanır. Burada qabaq frank deyilir. Qabaq bagaj açırıq. Trunk da arxa bagajdır. Burada da digər qapıları idarə edirik. Maşını bağlayıb açmaq üçündür. Burada charging portunu açıb bağlamaq üçündür. Wiper'dır. Bunları istifadə eləmək. Windowları bağlayıb açmağı əngəlləmək olur. Maşını qaldırıb salmaq üçün düymədir. Şüşələrini qatlalamaq üçün düymədir. Sonra ekranın özünü hansı tərəfə eləmək istəyirsənsə, məsələn bastın, ekran ortaya doğru baxır. Sonra ya da ki sağdakı insana baxmaq istəyirsənsə, bu şəkildə eləyirsən. Mən yəni özüm daha çox baxıram deyə onu öz tərəfimə eləmişəm. Sonra gəldi child lock, yəni uşaq üçün əgər o arxa qapıları bağlamaq istəyirsinizsə, güzgüləri buradan idarə eləyirsən sağa sola. Rulun özünü belə yuxarı aşağı eləyərək ya da ki belə eləyərək içəri geri yuxarı aşağı eləyərək gətirdik. Sonra gəldi video recording eləyir.
Hal-hazırda içəridəki buradakı kamera ilə içərini rekord eləyir. Sentry bunu bilmirəm nədir, tam səmimi deyim. Burada da glove box-dır. Hansı ki burada sənədləri falan qoymaq üçün yer var. Buradan basırsan açılır. Sonra üstündə də poker kartı var, şey var, daşı var, bağlayırsan. Şüşə oturduğun yerdən, yəni maşını sürürsən belə deyək. Bu tərəf tamamilə şüşədir. Yəni günəş tam başında olanda belə vurur, amma bu şüşə kameleondur. Transition şüşədir. Yəni günəşi sənə tam olduğu kimi keçirmir. Ultrabənövşəyi şüaları qırıb elə keçirir. Belə maşının ciblərini tam olaraq göstərmək bilmirəm nə qədər dərəcədə alınacaq, amma burada çox geniş şəkildə yer var. Hər hansı bir əşyaları qoya bilirsən. Bundan əlavə mərtəbəli şəkildədir. Yəni buranı açdın, bağladın, bunları bağlayırsan, bunları aç, belə bu şəkildə qoyursan, bunu da belə bunları qoydun, sonra nə bilim, bunu bağlayırsan. Yəni bura açdın, nəyisə açıb qoya bilirsən. Və maraqlı yük qoymaq üçün fərqli yeri var. Həm yanlarda, həm arxada, qabaqda, həm burada sürücü üçün. Yəni çox qəşəng genişliyi var. Əgər üzünə günəş düşürsə, belə bir balaca bir şey var. Maqnetli şəkildə bura gətirdin, taxılır ora və bunu açırsan, həm yuxarı, həm aşağı şəkildə eləyə bilirsən, ya da ki, güzgüyə baxmaq istəyirsənsə, burada işıqlı güzgüsü var. Eyni qaydada digər şəkildə bunu da belə bağladıq, yerinə qoyuruq. Bura maqnetli şəkildə oturur. Maşında səhv verəmirəmsə 12 dənə speaker var. Ön tərəfdə subwoofer, yan tərəflərdə, ortada, arxada speakerlər var. Qapıların hamısında var. 12-dən çox olmalıdır, tam dəqiq yadımda deyil. Maşın 860 at güclüdür də, səhv eləmirəmsə. Amma maşın olduqca sürətlidir. Məsələn, götürdük, insane moduna qoyuruq. Maşının kodladın, drag strip modunu eləmək istəmirəm, araya oldu. Amma yenə də eləyə bilərik. Bu arada Tesla maşınını xodlayıb söndürmək deyə bir şey yoxdur. Zaten batareya ilə işləyir deyə həmişə eyni qaydada işləyir. Ona görə də maşını götürdün. Hazırsan? Sıfırdan 100-ə 4 saniyəyə yığır. Məncə bu özü nə qədər sürətli olduğunu idarə edir. Geri dönək kölgəyə. Cəmaatın. Oradan dönək. İrəli gəlir də skorusu da buradan dəyişsən ya da buradan dəyişirsən. Eyni şeydir. Are you ready, dude? Maşını bir həftədir sürürəm. Bir həftə yox. Artıq bir həftədən də çoxdur ki sürürəm. Olduqca rahat maşındır. Rahat deyəndə komfortlu deyil. Qat şəkildə komfortlu deyil, amma sürmək üçün çox rahat maşındır. Çünki həm avtopilotu var. Full avtopilot sürməmişəm, amma avtopilotu var. Yəni bir dəfəyi ayarlayırsan, bir liniyanı seçirsən, yəni əgər nə bilim 100 km, 200 km-dirsə səni o qədər dərəcədə aparır. Yəni o qədər aparır. Sadəcə arada bir əlini rula dəyməlisən ki, sağsan, ölmüsən deyə göstərsin. Və ondan əlavə maşının yaxşı cəhətlərini sayıram. Maşının elektrik olması bir tərəfdən yaxşıdır, bir tərəfdən pis, onu da deyəcəm sizə. Maşın sürətlidir. Bu sənə çox qəşəng zövq verir. Təbii ki, yəni mən qısa müddətli sürürəm deyə bundan zövq alıram. Uzun müddətdən sonra məncə bir onun əhəmiyyəti olmayacaq, amma çox sürətlidir. Olduqca, yəni istədiyin vaxtında pis mühitdən əgər düşmüsənsə çıxardır ya da liniya dəyişirsənsə, çox ani şəkildə liniyanı dəyişə bilirsən. Bu arada bu insane modunu da söndürüm.
Maşının xoşuma gəlməyən cəhətlərindən biri bu zaryadkaya qoyma məsələsidir. Yəni birincisi hər yerdə zaryadkaya qoya bilmirsən. Çünki sürətli deyil. Ancaq Tesla yerlərində qoymalısan. Yəni əgər işə gedib gəlirsənsə maşından, mən də işə gedirəm. Sadəcə gedirsən Tesla yerinə 1 saat falan gözləyirsən ki, full zaryadka olsun. Bu olduqca vaxt itkisidir mənə görə. Çünki normalda dayanmalı motorlarda gedirsən yanacağı doldurma məntəqəsinə, girdin 2 dəqiqə bakı doldurdun, sürüb çıxıb gedirsən. Amma bu maşında belə bir çətinlik var. Gedib maşının içində oturub gözləyirsən ki, nə vaxt zaryadka dolar, sən də çıxıb gedərsən. Bu əziyyət. Buna əlavə maşın olduqca bahadır. Yəni ümumi Tesla yox, bu maşın bahadır. Yəni 130 mindir. Tam səmimi deyim, mən 130 min vermərəm bu maşına. 130 mindən də bahadır məncə. Müəyyən özəllikləri var. Düşünürsünüzsə buna 130 min dəyir, mütləq şəkildə rəylərə yazın. Ondan əlavə maşında trafiki yaxşı göstərir. Gedərkən yolun kənarında konus var və ya insan var, maşın var, əgər KAMAZ var, nə varsa göstərir monitorda. Bu məncə maraqlı bir hissdir. Bir də ki, buradan heç danışmadım. Normalda Teslalarda bu hissə olmur, digər modellərdə. Burada ön hissədə tamamilə tormuzu basırıq, qapı örtülür. Yavaş-yavaş dala elədim. Kameralardır. Yan kameralar, yəni bu kameralar çox təmizdir, yəni olduqca təmizdir. Bilmirsən, iPhone kameraları belə deyil məncə heç. Yəni həqiqətən çox xoşuma gəlir bu. Bir də ki, bunu bir dənə musiqisini də yoxlayaq. Gəldik. Schedule show. Light show. Schedule. Məncə ready for asphalt. Bunu eləyim, qoşuram, düşək maşından. Maşında light show qoydum. İndi maşın light show göstərsin. I need you, darling.